Salam dəyərli izləyicilər, kanalımıza xoş gəlmisiniz. Bugün sizinlə pəhriz çörəyi hazırlayacağım. Qara unla və kəpəkli çörəkdir. Ən önəmlisi droşsuzdur və bunu sizinlə bölüşmək istədim. Əslində pəhriz deməyək, sağlam qidalanmaq üçün çalışın özünüz bişirəsiniz. Bilirik ki, maya canlı orqanizmdir və təbii maya hazırlanmasını daha öncə kanalımızda paylaşmışdım. 10 gün ərzində başa gəlir, amma sizə daha qısa yolunu göstərmək istəyirəm. Drojdan xəmir yoğururuq və hazır mayalanmış xəmirdən bir gündə qədər götürsəz, bu formada qabda saxlasaz, 3-4 gündən sonra istifadə elədikdə təbii maya əldə etmiş olursunuz. Mən bunu öncəki xəmirdən götürdüm. Artıq 2-3 gün bu formada qalandan sonra biraz da mayalanıb və bunu indiki xəmirimdə istifadə eləyəcəm. Mayanı suda açıb, daha sonra un, su, duz əlavə edib hazırlayırıq. Daha aydın görünmür videoda, amma ağ və qara unun fərqini sizə bu formada göstərmək istəyirəm. Üst-üstə tökdükdə bilinir. Marketlərdə olur və onu da deyim ki, əgər dəyirmandan gətirmək şansınız varsa, təbii buğda unundan istifadə edin. Yoxdursa, belə hazır kəpək satılır. Çörək üçün 2 cür kəpək var. Bir quş yemi kimi, bir də qidalarda istifadə eləmək üçün buğda qabığı, belə kəpək var və bu həddindən artıq faydalıdır. Düzdür, pəhriz çörəyi deyilir buna, mayasız, tam buğda unundan. Amma mən nəinki pəhriz kimi uşaqlara da bu çörəkdən verirəm. Eyni zamanda qara ağ unu ayrı-ayrı alıb qarışdırmaqdansa belə birbaşa birinci növ Anadolu və yaxud da qara un Anadolu alıb bişirə bilərsiniz. İndi isə ilk başdan başlayanda sadəcə drojla xəmirimiz üçün maya hazırlayırıq və 1 yemək qaşığı maya, 1 yemək qaşığı şəkər tozu və 1 yemək qaşığı un əlavə eləyib, biraz da 1 stəkan ilıq su hazırlayıb qoyuruq kənara, özü mayalanır. Mən çörəyi bişirəndə çox vaxt kəsmi suyundan istifadə eləyirəm və belə qarğıdalı unundan da bir çörək hazırlayıb sizinlə bölüşəcəm. Çox dadlı çörəyi olur, həm kövrək, həm dadlı, həm bol vitaminli, xeyirli çörək olur. İstəsəz qara undan istifadə eləyə bilərsiniz, istəsəz qarğıdalı unundan. Mən bu çörəyə çox az duz vurdum mayasına, çox az. Çünki bunu Nisaya da verəcəm. 1 yaşa qədər körpələrə duz olmaz. Kənarda hazırlanan mayamız belə köpüklənirsə, bilin ki, tam hazırdır. Bundan həmçinin piraşki xəmirində, bulkalarda istifadə edirəm. Çox gözəl olur. Yəni mayanı belə aktivləşdirirəm. Biraz da sarı kök tökürəm. Həm faydasına, həm dadına görə. Eyni zamanda xəmir sarı, gözəl bir xəmir alınır və mayalanmağa qoyacağam. Bundan sarımsaqlı çörək hazırlayacağam. Uşaqlar çox sevir dadını. Onu da deyim ki, droj olan 2-3 saata mayalanır. Digər mayasız xəmirlərimiz isə hardasa 3 saata, 4 saata mayalanır. Bir dəfə də yoğurub kənara qoyuram və bir də mayalanmağını gözləyirəm. Yəni ümumiyyətlə bulka, piraşki belə çörək xəmirlərini 2 dəfə yoğurun, mayalansın. Daha sonra 3-cü dəfə başlayın kündələməyə. Çox gözəl şişir onda. Hətta mən maya olmadığına görə çörəyimi axşamdan yoğururam, səhər bişirirəm, onda daha yaxşı gəlir. Droj tez gəlsə də mayasız, yəni belə deyək, drojsuz xəmir biraz zaman alır. Ona görə məsləhətdir ki, axşamdan eləyəsiniz, yenə seçim sizin. Gördüyünüz kimi ikinci dəfə daha yaxşı mayalanır. Bundan sonra artıq çörəyin kündəsini hazırlayıb listlərə yerləşdiririk və listdə də mən yarım saat 40 dəqiqə yenə gözləyirəm. Sanki belə deyim, 3-cü dəfə mayalanır çörək. Eyni zamanda onu da deyim ki, bu kündədən, yəni artıq mayalanmış xəmir sayılır bu və bu kündədən bir ovuc götürüb kənara saxlayıram ki, gələn dəfə xəmirdə yenə bu mayadan istifadə eləyim, yəni droj vurmadan. İndi isə qarğıdalı çörəyimizin kündəsini yenə listə yerləşdirirəm. Üzərinə yumurta çəkəcəm. İstəsəz sadə formada saxlaya bilərsiniz. Çörək otu, küncüt yaxud da kətən toxumu səpə bilərsiniz. İndi isə başlayıram sarımsaqlı çörək hazırlamağa. Uşaqlar bunu çox sevdi. Həm tək də yemək olur, yəni o qədər ləzzətli olur ki. Onu da deyim ki, sarımsaqlı çörəyi 2 formada hazırladım. Birincisi, sarımsaqları çiğ halda rəndədən keçirdirik. Biraz kərə yağı və adi istədiyiniz zövqə uyğun göyərti, duz, istiot ədvalarla qarışdırıb çörəyin üzərinə bu formada səpdikdən sonra mən birində mozzarella pendiri sınadım.
digərində Holland pendiri. Onu da deyim ki, hər ikisi çox gözəl alındı. İkinci üsulda isə sarımsaqları təmizlədikdən sonra bişirib, daha sonra əzib çörəyin üzərinə yaxırıq. Birinci olduqda sarımsağın ətri daha kəskin gəlir və dadı da gəlir həmçinin. Amma bu formada bişirdikdə çox yüngül, həm ətri yüngül qalır, həm də dadı çox yüngül olur. Yəni sarımsağı sevməyənlər bu formada da hazırlaya bilər. Amma bunda Holland pendiri sınadım. Hər ikisindən çox dadlı olur. Mən hətta 2 dəfə bişirdim. Birində bu formada artıq mən videonu çəkənə qədər yeyilmişdi. Həm çox dadlı olur həqiqətən, həm də bilirsiniz ki, özünüz öz əllərinizlə təbii ərzaqlardan bişirmisiniz. Sarımsaq çörəyi bir dəfə hündür formada, yəni qalın formada daha doğrusu hazırladım. Birində nazik, qarğıdalı çörəyin isə əksinə bir dəfə nazik hazırladım, bir dəfə belə kündəmi topbuş saxladım. Hər iki forma çox dadlı olur. Çox ürək rahatlığı ilə körpələrə verə bilərsiniz. Biraz mayasına duz qatıb tamamilə duzsuz hazırladım ki, Nisaya da verə bilim. Və pəhriz çörəyimiz, qara çörəyimiz də bu formada alındı. Onu da deyim ki, təkcə qara undan da hazırlamaq olar və yaxud da biraz ağ unla qarışdırmaq olar. Biraz kəpək, kətən toxumu, yəni zövqə uyğun toxumlar da əlavə eləyə bilərsiniz. Bugünlük bu qədər. Bizi izlədiyiniz üçün təşəkkürlər. Sağ olun. Növbəti videolarda görüşənədək.